Hə, əvvəl nə idi şikayətiniz? Ağrılarım olurdu ana həkim. Olurdu. Olurdu, hə. Hə, aha. Ondan sonrasını təcrübə qalxırdı. Aha. Özü pis, narahat hiss eləyirəm. Ürək döyünmə də olurdu. Ürək döyünməm, nə bilim, belə o qədər müalicələr gedib çay həkimliyə gör neçə ildir mən hep o müalicə elətdirirəm. Həkimdə müalicə çox elətdirmişəm. Aha. Ondan sonrasına nə bilim qılçalarıma zadıma da var həkim o. Elə bir vaxt isplaşın, bax belə ki, elə bir bu müalicəni elətdirəndən sonra o qılçamda hilə yoxdur, o vır dizimdə qalıb amma. Ancaq dizinizdə qalıb. Dizimdə qalıb, hə. Əhvalınız necədir? Şükür pis deyil, yaxşıdır. Aha. Əvvəl necə idi? Əvvəl görsən o saat belə yuxum narahat olur, belə elə bir ki, yaxşı yatamıram. Narahatçılığım olanda. Amma bu müalicəyə başlayandan bir ayda Allah haqqı kimi belə hər şey normaldır, yaxşıdır. Yaxşı. Dedim, sağ ol sənə həkim. Siz də sağ olun ki, hamısını düzgün içmisiniz.